Assalamualaikum Farabitor dersxanasının hörmətli görmənləri, müşvaqtanlar xeyirlik olsun. Bugün hazırlık zaman Uyğur dil dersimizin 33. dersini ötümüz. Ötken saatlik derslerimizde isim hakkında toxtulub ötkendik. Bugünkü dersimizden başlap sifət sözlük hakkında toxtulub ötümüz. Bugünkü dersimizde sifətnin mənisi, sifətnin türləri, sifətnin qrammatikалық alaylığı və sifətnin dərəcə kateqoriyası haqqında toxtulub ötümüz. Bugünkü dersimizin başlaştığım burun, ötken saatlik dersimizin ahır sorab ötken tüvenlik sualımızga kısa cevap verip ötümüz. Sualımız şuken, qaysı söz türkümlerden isim yazıldı? Bu sualın cevabı isim, sifət, san ve pil söz türkümlerden isim yazıldı. Eğer bu sualımızın cevabını təfsili köməkçi bolsanlar, ötken saatlik dersimizin görüşünlerini tavsiye qılımən. Undaqda bugünkü dərsimiz gəlsək, sifət haqqında toxtulub ötümüz egendik. Undaqda sifətnin mənisi nimə? Sifət şeylərinin bəlgisini bildirdiğin söz türkümü. Bəzi sifətlər hərəkətinin bəlgisini bildirdi. Bu yerdəki bəlgi sözü kən mənada qolanıldığın qrammatikалық atalığı olub. Tüs rəng, yəni tüs rəng deyəndə qızıl, yeşil, ağ deyəndək, turq halət, igiz, kən, issiq, avad, dəhşətlik deyəndək, təmpuraq, acıq, tuzlu, xuşbu, yəni xuşburaq deyəndək, sifət sapa, yaxşı, çın, çidamlıq deyəndək, xarakter, toğra, inqilabi, səlbi deyəndək, mənəvi alayidlik, yavaş, batur, alicənab, pəskeş, yalğancı deyəndək, hər xil münasibət alayidlikləri, yiraq, amraq, qədimki, zamanevi, içki, kerek, bar deyəndək müşlarının həmmisini öz içi qalıdı. Ondaqda sifət deyəndəmə, sifətinin eniqləməsi qanda buldu deyəndə, sifətinin eniqləməsi tüvənlikçi buludu. Şeylərinin xüsusiyyəti, xarakteri qatarlıq bəlgilərini bildiren sözlər sifət deyilidu. Buna misal alsaq, o igiz boylu, yapma qapaq, qısmaq göz, çıray şəkli sətrək kelgən adam idi. Müşədiki igiz, yapma, qısmaq, sətrək deyənlərin hamısı sifət söz türkümü kirdiğin sözlər hesablanıdı. Əmdi sifətinin türlərini görüb çıxsaq, tövəndiki öyrənimizdə sifət, dərəcəlik sifətlər və dərəcəsiz sifətlər də iki qarlıdır. Dərəcəlik sifətlər deyəndə qızıl, ağ, kök, çiraylıq deyəndə müşxil, hər xil dərəcə kirələydiğin sifətlərini göstərir. Dərəcəsiz sifətlər deyən vaxtımızda erkek, kişi, sunuq, səlbi, icabi deyəndə müşxil dərəcə kirəməydiğin sifətlərini göstərir. Əmdi bularını təfsili görüb ötsək, yani Uyğur dili sifətlər məna və qrammatikалық cəhətki xüsusiyyəti qarab, dərəcəlik sifət və dərəcəsiz sifətlər iki türə bölündü. Bunun ki, dərəcəlik sifətlərini görüb çıxsaq, yəni bəzi sifətlər məna cəhətdən nisbilik xüsusiyyətiga ega olub, ularni morfologiyalik yoki sintaksik yol bilan küçəytishga yoki ojizlatishga bo'ladi. Masalan, egiz degan sifatni olsaq, u faqat bir xil nisbiy belgini bildirdi. Uni egiz şəkli kirgizsək yoki aldığa intayin, nəhayəti, tolumu qatarlıq sözlərini keltirsək, onun mənası küçüydü. Onu egizrək şəkli kirgizsək və onun aldığa səl, biraz qatarlıq sözlərini keltirsək, onun mənası acizləşidir. Mana müşxildəki məna cəhətdən nisbilik xüsusiyyəti ega bolğan sifətlərini dərəcəlik sifət deyə atayımız. Müşundan əsasən tövəndiki sifətlərin hamısı dərəcəlik sifətlərə kirdi. Məsələn, kən, tar, issiq, avad, acıq, sisiq, yaxşı, çidamlıq, sağlam, semiz, izləngü, batur, saxtpəz, yiraq, amraq deyəndək müş sifətlərin hamısı dərəcəlik sifətlərə kirdi. Və bu sifətlərini dərəcə kateqoriyası ilə hər xil şəkildə yüklələyimiz və bunu dərsimizin axırda sifətlərinin dərəcə kateqoriyasında görüb çıxımız. Əmdi dərəcəsiz sifətlərini görüb çıxsaq, bəzi sifətlər məna cəhətdən mutlaqlıq xüsusiyyəti ega olub, ularının mənası heç qandaq yol bilən küçəytishə yoki acizlaşdırış olmaydı. Məsələn, tuyuq yol degan söz birikməsindəki tuyuq degan sifətni alsaq, o bir xil mutlaq bəlgini bildirdi. Uni küçəytkilmi yoki acizlaşdırılım olmaydı. Mana bu xildəki məna cəhətdən mutlaqlıq xüsusiyyəti ega bolğan sifətlərini dərəcəsiz sifət deyə atayımız. Müşunun əsasən tövəndiki sifətlərin hamısı dərəcəsiz sifətlərə kirdi. Erkek, kişi, sunuq, səlbi, icabi, iqtisadi, dini, sosialistik, qrammatikalik, morfologiyalik qatarlıq müşxil sifətlərini heç qandaq dərəcə kateqoriyası bilan özgərtib olmaydı. Buların hamısını umumlaşdırıb gəlsək, sifətlərinin məna cəhət bu fərqi, yəni dərəcəlik sifət və dərəcəsiz sifət degan müş fərqi, onların qrammatikалық xüsusiyyət cəhətdən fərqlənişigə səbəbçi buludu.
Əmli sifətlərinin qrammatiklik alaylıqını görüb çıxsaq, birincidən dərəcəlik sifətlər dərəcə qoşumçularını qəbul qıla alaydı. Şundaqla dərəcə rəvişlərinin sifətlişini qəbul qıla alaydı. Məsələn, qızıl bolsa qızılraq, qıpqızıl degəndək hər xil dərəcə qoşumçularını qəbul qıla alaydı. Ağ desək, ağraq, appaq, aqqına degəndək hər xil dərəcə qoşumçularını qəbul qıla alaydı. Dügülək desək, dügülək, dügüləkrək degəndək oxşaşlar dərəcə qoşumçularını qəbul qıla alaydı. Çiraylıq desək, çiraylıqraq degəndək müşxil dərəcə qoşumçularını qəbul qıla alaydı. İkinci sifətlər təkrarlandı. Məsələn, bu bala keyin çoğ-çoğ işlərini qıla alaydı. Yəni bu yerdəki çoğ degən sifət təkrarlana alaydı. Qızlar bir-birindən uzun-uzun çaşlarını örüşüb toyğa tayarlıq qilishdi. Bu yerdəki uzun degən sifət oxşaşlar təkrarlanğan. Üçüncü, qismən alayı sifətlərdən başqa həmin sifətlər isimlərini eniqlab, eniqluğucu olub kelidu. Məsələn, aradan uzun yıllar ötdü, bu cümlənin xəbəri ötdü və bu cümlənin egisi bolsa yıllar və yıllarının qandaq işkənligini eniqlab uzun degan sifət gəlgan. Sifətlərinin qrammatiklik alaylıqıdan dördüncüsü, xəbər tipidəki sifətlər cümlədə xəbər olub kelidu. Məsələn, onun yazmaları bək esil, bu cümlədəki xəbər esil degan sifət. Çiraylıq, çiraylıq əməl, söygən çiraylıq. Bu cümlədə oxşaşlar. Çiraylıq degan sifət xəbər oldu gəlgan. Adilənin çiçinin rəngi qonur. Bu cümlədə oxşaşlar. Qonur degan sifət bu cümlədə xəbər vəzifəsi gəlgan. Beşinci, bir qism dərəcəlik sifətlər cümlədə halət olub kelidu. Məsələn, sizlər yaxşı oxub, yaramlıq adam bolunlar. Bu cümlənin xəbəri bolunlar və cümlənin egisi bolsa sizlər və bu yerdəki yaxşı bu cümlənin eniqluğucusu və yaramlıq adam, yəni yaramlıq degan bu yerdəki sifət halət vəzifəsi gəlgan. Ögünüş arlıqda azraq aramalsa, ögünüş ünümlük boludu. Bu cümlənin xəbəri boludu və ünümlük degan dərəcəlik sifət bolsa, bu cümlədə halət vəzifəsi gəlgan. Əmdi sifətlərinin dərəcə kateqoriyasını görüb çıxsaq, sifətlərinin dərəcə kateqoriyası degan nima? Bunun eniqlaması dərəcəlik sifətlər törünüş yolu bilan dərəcə kateqoriyasını hasil qılıdı. Sifətnin dərəcə kateqoriyası deganimizdə sifət ifadələyən bəlginin dərəcə cəhətdəki fərqini yoki sözlügücünün şu bəlgəyə qarta bolğan subyektiv hissiyatını bildirdigan kateqoriyani göstərdi. Undaqda sifətnin dərəcə kateqoriyası qaysı türlərə bölündü degəndə, sifətnin dərəcə kateqoriyası əsli dərəcə, keməytin dərəcə, aşurum dərəcə və ərkilətin dərəcə degəndək dörd türə bölündü. Biroq dərəcə kateqoriyasının bu türləri dərəcəlik sifətlərinin həmməsilə izchil növbətləşib ketəlməydi. Bəlkə bunun içindəki, yəni bir qism dərəcəlik sifətlər şu dörd türün həmməsini kelələydi. Amma bir qism dərəcəlik sifətlər bolsa, bunun içindəki faqat 2-3 türlü kelələydi. Əmdi bularını təfsili görüb bilsək, ən avval görüb çıxdığımız əsli dərəcə. Bundaqda əsl dərəcənin mənası qandaq buludu? Əsl dərəcənin mənası sifətinin əsl dərəcə şəkli sifət ifadələyən bəlginin normal dərəcəsini bildirir. Yəni əsli dərəcəlik sifətə heç qandaq dərəcə qoşumçuları qoşulmagan halını göstərir. Dərəcəlik sifətlərinin əsli şəkli, yəni heç qandaq qoşulmuş qoşulmagan şəkli sifətinin əsl dərəcə şəkliga vəkillik qılıdı. Məsələn, o xushxoy, tetik, həm çıxışqaq şigit bu yerdəki xushxoy, tetik və çıxışqaq degəndək müsbətlərin hamısı əsl dərəcə şəkli gəlgan. Biz üçdə yaxşı oxuyucularını sayılırdıq. Bu yerdəki yaxşı degan sifət oxşaşlar əsl dərəcə şəkli gəlgan. Ondaqda əsl dərəcənin ifadələnişi qandaq buludu? Sifətinin əsl dərəcə şəkli sifət ifadələyən bəlginin normal dərəcəsini bildirir. Yəni heç qandaq dərəcə qoşumçusu qoşulmağa halını göstərir. Əmdi sifətlərinin dərəcə kateqoriyasından keməytin dərəcəsini görüb bilsək, keməytin dərəcənin mənası sifətinin keməytin dərəcə şəkli sifətinin özgəyə, yəni əsl dərəcəsinə raq, rəq qoşumçusunun qoşuluş bilən yazılıdır. Məsələn, uzun bolsa, yəni sifətinin əsl dərəcəsi uzun və bununla keməytin dərəcəsi raq qoşumçusu qoşulğandan keyin uzunraq. Kiçik bolsa, bu yerdəki sifətinin əsl dərəcəsi və kiçikrək deyəndək rəq qoşumçusu, yəni sifətinin keməytin dərəcə qoşumçusu qoşulğan. Sifətinin keməytin dərəcə şəkli şu sifət ifadələyən bəlginin dərəcəsi əsl dərəcəyə qaraganda səl acizlaşqanlığını göstərir. Məsələn, egiz boy, oruqraq bir jigit kirib gəldi. Bu yerdəki egiz degan sifət bolsa, əsl dərəcə gəlgan. Amma oruqraq degan sifət bolsa, sifətin keməytin dərəcəsi gəlgan və bu oruqraq degan bu keməytin dərəcəlik sifətinin əsl dərəcəsi bolsa, oruq və bununla raqdan ibarət sifətinin keməytin dərəcəsinin qoşumçusu qoşulğan. Bu ayaq mənə kiçikrək, yəni bu yerdəki kiçik
kichikrek bu sifatning kemaytma darajasi va bu kichikrakdan iborat kemaytma darajalik sifatning asl darajasi bo'lsa, kichik va uningga rekdan iborat kemaytma darajaning qo'shimchasi qo'shilgan. U turkchani mendan yaxshiroq so'zlaydi va bu yerdagi yaxshiroq degan sifat bo'lsa, sifatning kemaytma darajasini ko'rsatadi va bu yerdagi yaxshiroq degan sifatning asl darajasi bo'lsa, yaxshi va buningga kemaytma darajaning, ya'ni sifatning kemaytma darajasini qo'shimchasi bo'lgan, roq qo'shimchasi qo'shilgan. Undaqda sifatning kemaytma darajasining ifodalanishi qanday bo'ldi deganda, sifatning kemaytma darajasi shakli ba'zida belgining darajasini ojizlatish uchun emas, balki gapning o'ronini yumshatish uchun qo'llaniladi. Masalan, bu uy bek kichik, cho'ngroq uy yo'qmi? Ya'ni mishadagi gapning o'ronini yumshatish uchun qo'llanilgan. Menga ko'proq yordam qiling. Ya'ni bu yerdan o'xshashlar, menga ko'p yordam qilingni yumshatish shakli bo'lgan, menga ko'proq yordam qiling degan shaklda. Ya'ni gapning o'ronini yumshatish uchun qo'llanilgan. Endi sifatning daraja shakllaridan ashurum darajasini ko'rib bilsak, ashurum darajaning ma'nosi tuvandikicha. Sifatning ashurum daraja shakli avval sifatning birinchi bo'g'imini tashkil qilgan so'ziq tovushning oxiriga pey tovushni qo'shib aytib, ondan sifatni to'liq aytish yo'li bilan ifodalanadi. Masalan, qizil degan asl darajalik sifat bo'lsa, qip-qizil shaklda bu sifatning ashurum darajasi bo'lgan. Suzuk degan sifatning asl darajasi bo'lsa, so'p-suzuk shaklda bo'lsa, sifatning ashurum darajasi shaklida kelgan. Tinch bo'lsa, sifatning asl darajasi shakli va tip-tinish shaklda bo'lsa, ashurum darajasi shaklida kelgan. Baravar bo'lsa, sifatning asl darajasi va bab baravar shaklda bo'lsa, sifatning ashurum darajasi shaklini ko'rsatadi. Sifatning ashurum darajasi shakli sifat ifodalagan belgining asl darajasiga qaraganda yanama kuchayganligini bildiradi. Masalan, bugundan e'tiboran mening uchun yep-yangi bir davr boshlandi. Bu yerdagi yep-yangi degan sifatning ashurum darajasi shaklida kelgan va yep-yangi degan shu ashurum darajalik sifatning asl darajasi bo'lsa, yangi va ya'ni bu yerdagi yangidan iborat asl darajalik sifatning kuchayganligini bildirdi. Havo ochiq, sayning ichi tip-tinch edi. Bu yerdagi havo ochiqdagi ochiq degan sifat bo'lsa, sifatning asl darajasiga kelgan va sayning ichi tip-tinch edi. Bu yerdagi tip-tinch bo'lsa, sifatning ashurum darajasiga kelgan va tip-tinch degan sifatning asl darajasi tinch. O'xshashlar deb o'tganimizdek, mishadagi asl darajalik sifatning kuchayganligini ko'rsatgan. Undaqda ashurum darajalik sifatlarning ifodalanishi qanday bo'ladi? Sifatning ashurum daraja shakli ko'p vaqtlarda sifat ifodalagan belgining amaliy darajasini emas, balki so'zlaguvchining hissiyotini ifodalaydi. Masalan, Qayyum Turdining asridan tuvandagi bir jumlani olsak, tog' ustida oppoq qor, tog' qoptallarida yop-yeshil qarg'ay, tuvanda bo'lsa ko'p-ko'k muz. Mush jumladagi oppoq qor, ya'ni oq qor desam bo'ladi, ammo bu yerda so'zlaguvchining, ya'ni avtorning hissiyotini kuchaytirish uchun oppoq qor, yop-yeshil qarg'ay, tuvanda bo'lsa ko'p-ko'k muz shaklida so'zlaguvchining hissiyotini ifodalagan. Bunda qop-qorong'u uyda giz to'qul bo'lamdi. Bu yerdagi qop-qorong'u degan ashurum darajalik sifat bo'lsa, o'xshashlar so'zlaguvchining hissiyotini bildirgan, ya'ni bunda qorong'u uyda giz to'qul bo'lamdi degan jumla qaraganda, bu yerda so'zlaguvchining hissiyotini texmo gavdalik ifodalab bergan. Sifatning ashurum daraja shakli sifatning kemaytma daraja shaklida unumli emas. Bu shaklga kiralaydigan sifatlar asosan shaylarning rangini va turqini bildiradigan sifatlar bilan cheklanadi. Endi sifatlarning erkilatma darajasini ko'rib bilsak, erkilatma darajaning ma'nosi sifatning erkilatma daraja shakli sifat o'zgiga g'ina, qina, gina qo'shimchasining qo'shilishi bilan yasaldi. Ya'ni sifatning asl darajasiga g'ina, qina, gina qo'shimchasining qo'shilishi orqali yasaldi. Masalan, salqin degan asl darajali sifatga g'ina qo'shimchasining qo'shilishi bilan salqin g'ina, o'moq degan sifatga qina qo'shimchasining qo'shilishi orqali o'moq qina, tuzuk degan sifatga kina qo'shimchasini qo'shish bilan tuzukkina, apchil degan asl darajalik sifatga o'xshashlar gina qo'shimchasini qo'shish bilan apchilgina degandek mushaklarki sifatning erkilatma darajasi yasalgan. Sifatning erkilatma daraja shakli sifatning daraja shakllari ichidagi eng unumsiz biri bo'lib, oz bir qism sifatlarla bu shaklga kiralaydi. Ya'ni darajalik sifatlarning hammasi sifatning bu erkilatma darajasiga kiramaydi. Endi sifatning erkilatma darajasini ifodalanishini ko'rib chiqsak, sifatning erkilatma daraja shakli so'zlaguvchining shu sifat ifodalagan belgini amroqlik hissiyoti bilan yoki kuchaytirish hissiyoti bilan ko'rsatganligini bildirdi. Ya'ni demak, sifatning erkilatma daraja shakli butunlay so'zlaguvchining hissiyoti bilan munosabatli bo'ladi. Masalan,
Anam yıkımlıqını külümsürüş bilen bütün gam qaygılarımı unutulduralaydı. Bu yerdeki yıkımlıq degan asl dereceli sübetge qına qoşumcusunu qoşuş bilen, yani sübetning erkletin derece şeklinin qoşumcusu qına qoşumcusunu qoşuş bilen sübetning erkletin derecesi yasalgan ve müşeride oxşaşla sözlü gücünün hissiyatını bildirgen. Yine Qayyum Turdining asarlaridan tuvanlik cümle misal alsak, Yine Qayyum Turdining asarlaridan tuvanlik cümle misal alsak, yo'q, bu kichkina son biri bilan bu hech bitmaydi. Ya'ni bu yerdagi kichkina degan sifatning erklatni darajalik shakli bilan bu yerdagi so'zlik uchining hissiyotini ifodalagan. Faqat o'zim qilishga tegishlik ozg'in ishlarni qildim. Bu yerda o'xshashlar ozg'ina degan sifatning erklatni darajasi bilan bu yerdagi so'zlik uchining, ya'ni mush jumlaning so'zlik uchining hissiyotini ifodalagan. Bugungi darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan tuvandagi ikki savolni so'rab o'tamiz. Birinchi, sifat degan nima? Ikkinchi, sifatning daraja kategoriyasi qancha turga bo'lindi? Ular qaysilar? Bu savolning javobini o'xshashlar YouTube videomizning ostidagi baho qismiga yoki Instagram hisobimizning DM qismidan uchrayizib avasanglar bo'ladi. Undaqda keyingi soatlik darsimizda ko'rishaylik. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh.